Salam dəyərli dostlar, xoş gördük sizləri. Mən sizin Azərbaycan dil ədəbiyyat müəlliminiz Elton Abuşov. Biz bilirik ki, çərçivə proqramında müəyyən dəyişikliklər olundu. Bəzi əsərlər ixtisar olundu, bəzi əsərlər əlavə olundu. Bu müəllimlərin narahatlığına səbəb oldu. Həmin o narahatlığı aradan qaldırmaq məqsədi ilə belə qərara gəldi ki, həmin əsərləri təhlil edib ictimai şəkildə hissə-hissə YouTube kanalında paylaşaq. Siz də bizə motivasiya vermək istəyirsinizsə, kanala abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Əsərin əvvəlcə oxunuşunu həyata keçirəcəm, daha sonra isə təhlili haqqında geniş məlumat verəcəm. Başlayaq əsərin oxunuşuna. İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Birinci cümlədən bizə aydın olur ki, karvan əhlinin vətəni, obası işğalçılar tərəfindən işğal olunubdur. Həmin o əhali də karvana qoşulub qaçır. İşğalçılar da həmin o qaçan əhalini təqib eləyirlər. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Tuluq su ehtiyatı olan bir şeydir və həmin o tuluqda su yığırlar. Həmin o su ehtiyatı da çoxdan qurtarıbdır. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar. Başlar sinaya enmiş, addımlar ağırlaşmışdı. Deməli, bir tərəfdən səhranın istisi, bir tərəfdən su ehtiyatının olmaması həmin o karvandakı insanlar tamamilə taqətdən salmışdılar. Onların dodaqları çatlamışdı susuzluqdan. O qədər əziyyət çəkmişlər ki, addımları ağırlaşmışlar, artıq gedə bilmirdilər. Bir tərəfdən də onları narahat edən başqa bir məsələ var idi. İşğalçılar onları təqib edirdilər, dayana bilməzdilər. Buna görə həmin karvan əhlinin vəziyyəti çox çətin idi. Qaçqınlar arasında çoxlu gənc var. Deməli, bu karvan əhalisinin əksəriyyəti gənc insanlardır. Onların arasında çoxlu gənc var. Onlardan ikisi, qardaş və bacı, karvanın lap sonunda yanaşı addımlayır. Deməli, karvanda gənclər çoxdur. Onların içərisində də 2 nəfər qardaş və bacı karvanın sonunda yanaşı addımlayırlar. Arabir başlarını qaldırıb, ümid dolu nəzərlərini irəli zilləyirlər. Tuluqlarında su ehtiyatı tükənsə də, onların addımları ağırlaşsa da, amma ümidlərini itirməyiblər. Deyir, ümid dolu nəzərlərini irəli zilləyirlər ki, yəni düşmən artıq təqibi buraxacaqdır, bunlar irəliyə gedəcəkdir, su tapacaqlar, dincələcəklər. Bu ümid dolu baxışlarla bəzən irəliyə zillənirdilər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Deməli, Ceyran burada dediyimiz o qardaş bacının qardaş bacıdır, qardaş bacıdan bacı olanıdır və taqətdən düşübdür, amma qardaşı ona hər daim gözdən qoymur, karvandan geri qalmasına icazə vermir. Bir neçə gün sonra, yəni hadisələr burada danışdıq, həmin hadisələrdən bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Çünki səhranın istisi, üstəgəldə belə deyək də, yəni təqib olunmaları, üstəgəldə suların olmaması onların hərəkətini daha da çətinləşdirir. Qız artıq əldən düşüb, gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Axı biz burada Ceyranın ayaq üstə tab gətirə bilməyib yıxıldığının şahidi oluruq, yəni o huşunu itirir. Əsən xəzi narın qumu qızın qara gür saçlarına doldurur, göz yaşlarına islanmış qum ağırlaşır. Deməli, qız özünü itirir və xəzrə onun saçlarına qumu doldurur. Yaşca böyük olan qardaşı bir anlığa ayaq saxlayır. Biz burada qardaş bacıdan, qardaşın adı verilmir əsər boyu, bacının adı Ceyrandır. Yəni, Ceyranın qardaşının Ceyrandan böyük olduğunu şahid oluruq bu cümlə əsasında. Deyir, yaşca böyük olan qardaş bir anlığa ayaq saxlayır. Əyilib bacısını qolları üstünə qaldırıb ağır addımlarla karvanın ardınca gedir. Baxmayaraq ki, qardaş da çox əziyyət çəkirdi, onun addımları ağırlaşmışdı, o da su istəyirdi, amma huşunu itirmiş bacısını yolda qoymur, onu qolları üstünə alır, karvanın ardınca gedir. 3 gün, bu hadisədə 3 gün keçir. 3 gündən sonra oğlan da taqətdən düşür, daha hərəkət edə bilmir. Yəni, həm özünün çətinliyi, həm də əllərinin üzərində
qoynunda bacısı onu tamamilə taqətdən salır, hərəkət edə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Yəni biz əvvəl dedik ki, o ümid dolu idi. Ümid dolu nəzərlərlə irəliyə zillənirdi. Yəni ümidini itirməmişdi, amma artıq belə deyək də, nə xilas olmaq ümidi, nə də həyat eşqi onun dadına çata bilmir. Yəni bu ümidlə hərəkət edirdilər, susuzluğa dözürdülər. Artıq çox yorulmuşdu, ayaqları hərəkət etmirdi. Bu xilas olmaq ümidi, həyat eşqi də onun dadına çata bilmir. Taqətdən düşdüyünü duyan gənc huşsuz, bacısı yenə də huşsuz idi. Huşsuz bacısını ehtiyatla yerə qoyur, diz sökür, əllərini göyə qaldırıb yalvarır. İlahi, kömək əlini bizdən əsirgəmə. Ucsuz, deməli, biz bunu Leyli və Məcnun əsərində də görəcəyik. Orada da Allaha müraciət edir sonda Leyli. Onun o arzu eləyir ki, tezliklə onu öldürsün və onun arzusu tez yerinə yetirir. Burada da biz görürük ki, oğlanın arzusu yerinə yetirəcəkdir. Yenə də ilahiyə müraciət bəzi əsərlərdə var. Onun əsər təhlil hissəsində deyəcəm. Burada da oğlan bu bizə kömək et deyə Allaha müraciət eləyir, ondan kömək istəyir. Deyir, ucsuz bucaqsız səhra, çarəsiz gəncin səsini udur. Qəhər onu boğur, yəni ağlamağa başlayır. Gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Birdən-birə həmin o damlalar, onun göz yaşları yerə düşür. Həmin göz yaşlarının düşdüyü yer aralanır. Bulaq suyu fəvvarə vurur, su yaranır. Ceyranın həyatı xilas olur. Həm ceyranın həyatı xilas olur dostlar, bu sudan içir. Həm də karvan əhlinin demək olar ki, orada həyatı xilas olur bu suya görə. Çünki hamı susuzluqdan, taqətdən düşmüşdü. Lakin acı taleyi qaçqınlar rahat buraxmır. Yəni suyun əldə olunması bu demək deyildi ki, bunlar xilas oldular. Həmin o acı talih qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün gün, deməli, bütün bu günləri karvanın izinə düşüb onu bulaq başında haqlayır. Deməli, karvandan, bu düşməndən, işğalçılardan qaçan karvana həmin o bu düşmən bulaq başında gəlib çatır. Düşmən atları bulaqdan axan gur, şəffaf suyu görüb heyrətlənirlər. Çünki bunlar özləri də səhrada uzun müddətdir bu karvan əhlinin ardınca gəlirdilər. Onların da su ehtiyatı kifayət qədər azalmışdı. Demək olar ki, yox olmuşdu. Su onlar üçün də həyat demək idi. Sayca çoxalan amansız düşmənlə döyüş başlanır. Deməli, burada bizə aydın olundu ki, düşmən çox amansızdır, həmcə sayca karvan əhlindən daha çoxdur. Məğrur ceyran düşmən atlarını yaxınlaşdığını görüb gözlərini göyə qaldırır, yanıqlı səslə deyir: Uca Tanrım, məni daş elə, qaya elə. Deməli, burada Allaha müraciət edib, ondan yalvaran, imdad diləyən 2 obraz var. Bir oğlan, bir də ceyran. Oğlan su üçün, ceyran da deməli, Allahdan onu daş eləməsi üçün yalvarır. Düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı ceyran bir göz qırpımında daş heykələ çevrilir. Bax, əfsanə janrında biz bilirik ki, fantastik hadisələr özünü göstərir. Real hadisələr qeyri-real don geyindirilir. Müasir insan təfəkkürünə sığmayan hadisələr baş verir. İnsanın məsələn burada daşa çevrilməsi və yaxud da göz yaşlarından yerə düşür, həmin yer aralanır, fəvvarə şəklində su olur. Bax, bütün bunlar bu əsərin əfsanə janrında olduğunu göstərir. Deməli, ceyran burada heykələ dönür. Onun heykələ dönməsi deməli, düşməni heyrətə salır. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Deməli, artıq belə deyək də, ceyranın ölümündən sonra sanki o ceyran üçün o Allah o suyu vermişdi, onu bir hədiyyə olaraq vermişdi. Ceyranın ölümü ilə də suyu onların əlindən alır, suyun quruduğunu da görürlər. Onlar həyəcan içərisində su, qayıt deyə qışqırmağa başlayırlar. Deməli, burada ilahiyə, uca Tanrıya və suya müraciət var. Düşmən su qayıt deyə qışqırmağa başlayırlar. Düşmənlər özlərini bulağa yetirəndə artıq səhra bulaq suyunu artıq soğurub qurtarmışdı. Yəni tamamilə su qurtarır.
Düşmən bu sudan dada bilmir, içə bilmir, ehtiyat götürə bilmir. Deməli, bununla da bizim su həsrəti əfsanəmiz yekunlaşır. Əfsanənin məzmununa aid bəzi xüsusiyyətlərə baxaq. Həm məzmun, həm də forma xüsusiyyətlərinə. Əsər epik növdə əfsanə janrında yazılıbdır. Vahid süjet xəttinə malikdir. Deməli, əvvəldən dedik ki, əfsanə janrındadır. Əfsanə isə epik növdə olacaqdır və vahid süjet xəttinə malik olan bir əsərdir. Həyat hadisələri təhkiyə əsasında əks olunubdur. Əsərin əsas mövzusu işğal, qaçqınlıq, quraqlıq, dözümlülük və fədakarlıqdır. Əsərin ideyası ən ağır sınaqlar qarşısında belə yaşamaq eşqinin, mənəvi gücün və fədakarlığın əhəmiyyəti, habelə məzlumların müqəddəs haqqını düşmənə nəsib olmaması. Deməli, ən ağır sınaqlar qarşısında belə yaşamaq eşqini, mənəvi gücün, fədakarlığın əhəmiyyəti, habelə məzlumların müqəddəs haqqını, yəni suyun, həyatın düşmənə nəsib olmamasıdır. Biz bilirik ki, artıq burada su ehtiyatı əldə edə bilməyən düşmən məğlub olmağa düçar olacaqdır, amma o düşmənin sırf məğlub olması açıq cümlələrlə əsərdə öz əksini tapmır. Əsərdə insan iradəsi və inamı, qardaş-bacı məhəbbəti, zülmə qarşı mənəvi müqavimət diqqət çəkin əsas cəhətlərdir. Deməli, insan iradəsi, inam, qardaş-bacı məhəbbəti, zülmə qarşı mənəvi müqavimət əsas cəhətlər hesab olunur. Əsərdə işğalçılar tərəfindən təqib olunan bir karvanın, yəni qaçqınların faciəvi vəziyyəti, çətinlikləri təsvir olunubdur. Səhranın amansız şərti mövcud olan çətinliyi daha da şiddətləndirir. Əsərdə susuzluqdan ölmək üzrə olan insanların duası nəticəsində bulağın açılması, ümidsiz vəziyyətdən belə xilas olmaq ümidinin və ilahi köməyin mövcudluğunu, bu məsələ ilahi köməyin mövcudluğunu vurğulayır. Əsərin sujet xəttinə baxaq. Yüksələ və enə xətlə inkişaf edir. Əsərin ekspozisiya hissəsi qaçqın karvanın vəziyyəti təsvir edir. Susuzluq, yorğunluq və işğalçıların təqib etməsi əsərin ekspozisiyasıdır. Zavyaskası bacının yıxılması və qardaşın fədakarcasına onu daşıması. Artıq burada düyün nöqtəsi vurulur. Əsərin kulminasiya nöqtəsi qardaşın da taqətdən düşməsi, Tanrıya yalvarması və bu yalvarış nəticəsində möcüzəvi şəkildə bulağın fəvvarə vurması hissəsi var ki, kulminasiyasıdır. Razvyaskası Ceyranın Tanrıya yalvarması və onun daş heykələ çevirməsi, final isə düşmənin təşvişi və bulaq suyunun quruması hissəsidir. Deməli, tuluqlarda su ehtiyatının qurtarması kərvan əhlinin vəziyyətini daha da çətinləşdirir. İnsanların susuzluqdan dodaqları çatlamış, başları sinəyə enmiş, addımları ağırlaşmışdı. Qaçqınların əksəriyyəti gənc idi, biraz əvvəl dedik. Əsərin əvvəlində karvan əhli susuzluq taqətdən salsa da, amma ümidlərini itirmirlər. Orada qardaş və bacının ümid dolu baxışlarla deməli qarşıya baxdıqlarının şahidi oluruq. Qardaş, burada qardaşın adı verilmir və bacının adı Ceyrandır. Karvanın sonunda qoşu addımlayırlar. Bir neçə gün sonra Ceyran taqətdən düşür, yıxılır. Yaşca özündən böyük olan qardaşı bacısının qolları üstünə alır və karvanın ardınca gedir. 3 gündən sonra qardaş da taqətdən düşür, hərəkət edə bilmir. Oğlan huşsuz bacısını yerə qoyduqdan sonra ilahiyə müraciət edir. Allah onun duasını qəbul edir. Gözlərindən düşən 2 damla yaş nəticəsində yer aralanır. Bulaq suyu fəvvarə vurur. Ceyranın həyatı və karvandakıların həyatı xilas olur. Hüseyn Cavidin İblis və Ana faciəsində, Səməd Vurğun Vaqif dramında, Mirzə Ələkbərin Sabirin Neylərdin İlahi əsərində də Allaha müraciət olunubdur. Su həsrəti hekayəsindən fərqli olaraq Mirzə Ələkbər Sabirin Neylərdin İlahi əsərində ilahiyə müraciət olunsa da, vəziyyətdən qurtuluş üçün ilahinin iltifatına bel bağlanmır. Amma burada su həsrətində Allaha müraciət olunur və Allahın qüdrətindən kömək umulur və ilahinin iltifatına bel bağlanır. Amma Neylərdin İlahidə belə bir xüsusiyyət yox idi. Qəddar, amansız düşmən atlıları deməli bulaqdan axan şəffaf suyu görüb heyrətlənir, sayca çox olan düşmənlə döyüş başlayır. Əsərdə ikinci dəfə
Allaha müraciət edən ceyran olur. Əsərin sonunda da düşmən suya müraciət edir. Deməli 3 dənə müraciət oldu əsərdə. Düşmənə əsir düşməmək üçün ceyran Allaha yalvarır. Uca Tanrı məni daş elə, qaya elə deyə yalvarır. Allah onun duasını qəbul edir və onu heykələ göndərmiş olacaqdır. Düşmən bu mənzərədən qorxuya və təşvişə düşür. Artıq onun heykələ dönməsindən qorxuya düşür, təşvişə düşür. Özlərini bulağa yetirsələr də bulaq qurumuşdu. Ceyran zəif, əldən düşmüş, lakin ruhən məğrur bir obrazdır. O məğlubiyyəti qəbul etməyən, namusunu düşməndən üstün tutan, daşa dönməsi ilə əbədi müqavimət və saflığın toxunulmazlığını simvolizə edən bir obrazdır. Qardaş fədakar, güclü, qayğıkeş, bacısını xilas etmək üçün son damla gücünə qədər mübarizə aparan, sonda ümidsizlikdən Tanrıya yalvaran mübariz bir obrazdır. Yəni sonda ümidsizləşir, Tanrıya, Allaha müraciət edir və ona yalvarır. Dostlar, bu Su Həsrəti hekayəsinin təhlili idi. Növbəti izahlarda görüşərik. Salamat qalın, sağ olun.